Salam, hər vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə yenə bir maraqlı bir mövzu ilə qarşınızdayım. Bugünkü mövzumuz mexaniki rəqslər olacaq. Vaxt itirmədən başlayaq. Aha. Mexaniki rəqslər ümumiyyətlə birinci nədir? Onun haqqında bir danışmaq istəyirəm. Cisim və ya cisimlərin sistemin tarazlıq vəziyyəti ətrafında həm öz istiqamətində, həm də onun əksi istiqamətində ya tamamilə ya da müəyyən bir təkrarlanma intervalına malik olan cisimlər və ya bu hərəkət sisteminə mexaniki hərəkət adlanır. Deməli, mexaniki hərəkət ümumiyyətlə müəyyən bir tarazlıq nöqtəsi ətrafındakı cisimlər üçün şamil oluna bilər. Yəni belə bir qayda da olar. Məsəl üçün buna deyilir. Məsəl üçün belə bir dayanağımız var. Buradakı məsəl üçün bir cisim var. Məsəl üçün buradakı bir cismi müəyyən bir o periodik hərəkət ətrafında fırladırıq. Ya belə gəlir, ya da belə gəlir. Yəni buna deyirlər bu rəqsi hərəkət. Bizim həmçinin deməli düz xətti bərabər sürətli hərəkətdə də bilirik ki, hərəkətin 3 növünü keçmişdik. Birinci fırlanma, ikinci irəliləmə, üçüncü isə rəqsi hərəkət. Fırlanma və irəliləmə hərəkət haqqında danışdıq. Bugünkü hərəkətimizin mövzusu isə rəqsi hərəkət idi. Aha, indi bu cismin deməli rəqsi hərəkət zamanı bu ən kənarlara getdiyi hissəyə, bura məsələn bir A deyək, burada deyək bir B, burada deyək bir O. Burada bizə verilən sistem içərisində biz deyə bilərik ki, A və B nöqtələri kənar nöqtələrdir. O isə deməli tarazlıq nöqtələrdir. Yəni A və B kənar nöqtələrdir. Kənar nöqtələrdir. O nöqtəsi isə deməli tarazlıq nöqtəsidir. Aha, indi deməli bu nöqtələr haqqında danışdıq. A və B nöqtəyə dedik ki, burada kənar nöqtələrdir. O isə o tarazlıq nöqtəsidir. İndi gələk mexaniki rəqslərin deməli o parametrlərinə. Yəni birinci başlığa. Birinci başlığımız deməli parametrlər. Deməli buradakı bu deməli ilk parametrimiz A amplituddur. Amplitud. Amplitud nədir? Amplitud cismin tarazlıq nöqtəsindən maksimal uzaqlaşdığı nöqtədir. Yəni necə? Məsəl üçün biz ilk öncəliklə bunu deyim, biz sistem içərisindəki məsələlərə bu hissəli yanaşmayacağıq. Yəni sırf belə bir hissə çəkib yanaşmayacağıq. Biz yanaşanda artıq bir düz xətt çəkəcəyik. Kənar nöqtələr AB deyəcəyik, tarazlıq nöqtəsini O deyəcəyik və bir düz xətt üzərində anılacağıq. Aha. Bu kiçik bir nüansıdır, onu dedim. Deməli, amplitud nədir? Baxın, məsəl üçün A-dan O-ya qədər cismin gəlməsi bir amplituddur. Yəni tarazlıq nöqtəsinə ya A-dan O-ya, ya da O-dan A-ya. Yəni fərqi yoxdur. Yəni buna bir amplitud deyilir. Və ya cismin tarazlıq nöqtəsindən ən uzaq məsafələşdirdiyi nöqtə kənar nöqtədir. Burada bir amplitud deyilir. Və ya bu B-dən təzədən qayıdıb O-ya gəlməsi burada bir amplituddur. O-dan da A-ya qayıtması burada bir amplituddur. Yəni bu hissədən anlatmaq istədiyim bu ikinci hissədir. Bunu anlatacağım. Deməli, amplitud budur. Yəni cismin O nöqtəsindən A nöqtəsinə qədər gəldi. Yəni bu O nöqtəsi deməli bizim tarazlıq nöqtəmizdir. Ondan ən uzaq məsafə kənar nöqtədir, yəni A və B. Deməli amplitudun vahidi amplitudun vahidi 1 metrdir və xəttkeşlə ölçülür. Xəttkeşlə ölçülür. Gedilən yol kimi baxa bilərik. İkinci deməli ikinci parametrimiz olacaq B. Deməli o period. Period. Aha. Az öncə yazdığımız hissə var da buradakı. Bu AB deməli kənar nöqtələrdir. O tarazlıq nöqtəsidir. Bizim A'dan O'ya gəlməmiz 1 amplituddur. O'dan B'yə getməmiz 1 amplituddur. B'dən O'ya getməmiz 1 amplituddur. O'dan da A'ya getməmiz 1 amplituddur. Yəni burada deyilir ki, mexaniki rəqslərdə cismin bir periodu deməli
4 amplituda bərabərdir. Yəni bir period ərzində cismin getdiyi məsafə 4 amplituda bərabərdir. O zaman biz belə bir deməli münasib yaza bilərik. Əgər ki bir periodda 4 amplitud qədər yol gedirsə, bəs yaxşı, ixtiyari zaman anında cisim nə qədər yol gedər? Buradan da alırıq ki, S bərabərdir 4, A bölünsün, T bölünsün, T. Aha, yəni bu bizim ilk deməli aldığımız düstur olacaq. Yəni ixtiyari zaman anında cismin getdiyi yol. Bu bizim ilk düsturumuz olacaq. Aha, indi deməli keçək o biri parametrlərə. Deməli üçüncü, yəni C deməli parametrimiz olacaq tezlik. Cismin tezliyi. Tezlik bilirik ki, vahid zaman anındakı rəqslərin sayıdır. Tezlik nü hərfi ilə işarə edəcəyik. Nü 1 bölünsün saniyə deməkdir. O da bərabərdir. Saniyə üstü mənfi 1 və ya 1 hersə bərabər olacaq. Və biz də çevrə özə bərabər sürətlər keçən bilirik ki, period bərabərdir 1 bölünsün tezlik. Üzr istəyirəm, 1 bölünsün tezlik və ya nü bərabərdir 1 bölünsün t olacaq. Yuxarıda deməli bu qeyd etdiyimiz bu düstur üçün yazarsaq əgər ki, deməli S bərabərdir 4, A, T bölünsün T, o da bərabərdir deməli 4, T-nin yerinə nü yazacaq, 4, A, nü, T düsturu alacaq. Bu da bizim ikinci bir düsturumuz olmuş olacaq. Deməli, keçək dördüncü deməli parametrimizdə dövrü tezlik. Dövrü tezliyə həm də başqa bir şey də deyirlər. Dövrü tezlik bunu yazaq. Dövrü tezlik və ya ki o dairəvi tezlik. Dairəvi deməli tezlik. Aha. Deməli, dairəvi tezlik bilirik ki, omega bərabər çevrə üzrə bərabər sürət hərəkətdən 2pi bölünsün t və ya deməli 2pi nü. Çünki nü dedik ki 1 bölünsün t'yə bərabərdir. Bu da öz yerində olacaq. Aha, indi buradan biz dairəvi tezlik üçün yazarsaq, omega deməli bərabərdir 1 saniyə üstü mənfi 1-ə və ya 1 hersə. Bir şey də yadınızdan çıxartmayın, bəzən uşaqlar səhv salır. Dairəvi tezlik ilə bucaq sürətini heç vaxt səhv salmayın. Bucaq sürətin vahidi radian bölünsün saniyədir. Amma dairəvi tezliyin vahidi isə deməli hertzdir. Yəni adından baxın. Dairəvi tezlik. Yəni tezliklə əlaqəli bir şeydir. Bunu da heç vaxt səhv salmayın, çalışın. Və sonuncu deməli parametrimiz rəqsin fazası. Deməli, rəqsin fazasından bilirik ki, biz çevrə üzrə bərabər sürət hərəkətdən omega bərabərdir bucaq sürəti delta fi bölünsün delta t-yə. O zaman biz belə bir düstur ala bilərik də fi deməli bərabərdir fi 0 üstə gəlsin omega t. Buradakı fi 0 çevrə üzrə bərabər sürətdə də anlattığımız kimi başlanğıc fazadır. Aha, bu hissədə getdi. İndi burada kiçik bir nümunə işləyək. Bu nümunə üzərindən deməli sizlərə daha yaxşı anlatmaq istəyirəm bu hissəni. Deməli, nümunə 1. Məsəl üçün bizdən bu çox fix bir sualdır və bizlərdə də bu sual verilir. Yəni bir çox müəllimdə də görmüşəm bu sual deməli tələbələr tərəfindən verilir, bizdə də verilir. Məsəl üçün sual bu idi ki, sual deyilir ki, məsəl üçün belə bir düz xəttimiz var. A-dan B-yə qədər olan deməli bir tarazlıq yolumuzu burada odur, tarazlıq nöqtəmiz və ya bizə bir dənə də bir çevrə veribdir. Deməli belə bir çevrə veribdir. Burası A-dır. Burası deməli B-dir. Burada isə bu deməli o tarazlıq nöqtəmizdir. Bizə məsəl üçün sual belə gəlir ki, yəni fix bir sualdır. Deyirik ki, məsəl üçün bu birinci şəkillə, yəni birinci bu görsəllə ikinci görsəl arasındakı fərq nədir? Yəni fərq nədir deyəndə ki, məsəl üçün deyirlər ki, birincidə AB yolu deməli düz xətt parçası üzərində göstərilibdir. İkincisi amma deməli çevrə üzə göstərilibdir. Ona görə də bir-birlərindən fərqlənəcəklər. Gəlin analiz edək, baxaq görək həqiqətən də fərqlənirlərmi, fərqlənmirlərmi?
Deməli, biz dedik ki, A-dan O-ya qədər olan məsafəyə bir amplitud dedik, düzdürmü? Yaxşı, bu çevir bərabər sürətli hərəkətdə bura bir x yazaq. A-dan x-ə qədər olan yol, onun nəyi olacaq? Onun, deməli, A-dan O-ya nisbətən yaxınlaşdığı ən böyük şey olacaq. Bu hissə olacaq. A-dan, deməli, O-ya qədər yaxınlaşdığı ən böyük hissə olacaq. Yəni, A yaxınlaşır bura. Avtomatik, yəni, O tərəf yaxınlaşdı da, burada görünür ki. Buradan bura, deməli, A-dan X-ə qədər olan məsafə, biz A demişdik axı, A-dan O-ya. Yəni, deməli, tarazlıqdan ən uzaqlaşdığı məsafə. Buna da bir amplitud qədər, deməli, yol gedir. Yaxşı, bu A X hissəsinin neçə dərəcə bucağına gətir? 90 dərəcə. Yəni, deməli, burada yazaq pi bölünsün 2 qədər. O zaman biz bu yola da həmçinin, deməli, pi bölünsün 2 yaza bilərikmi? Bəli. Yaxşı, bəs x-dən b-yə qədər nə qədər yol gəlib? Yenə bir amplitud qədər yol gəlib. O-dan b-yə yenə bir amplitud qədər yol gəlib və həmçinin pi bölünsün 2 qədər yenə. Yaxşı, bəs O-dan bura yaza bir y, O-dan, deməli, B-dən O-ya qədər, yenə həqiqətən də B-dən O-ya qədər bir amplitud qədər yol gəlib. O-dan da A, deməli, Y-dən A-ya qədər də bir amplitud, yəni O-dan da A-ya qədər ki, bir amplitud. Yəni, yenə burada pi bölünsün 2, burada da pi bölünsün 2. Və həmçinin çevrələrdə də burada pi bölünsün 2, pi bölünsün 2, deməli, pi bölünsün 2, bir amplitud, bir amplitud. Yəni, həqiqətən də, deməli, düz xətt parçası üzərində göstərilən mexaniki rəqslərin hərəkət tarazlıq nöqtələri ətrafındakı şərtlər həqiqətən də çevrə üzrə bərabər sürətdə və çevrə üzrə hərəkətə bənzədilir. Aha, indi keçək əsas məqama. Burada kiçik bir nüans var. O nüansı da qeyd eləmək istəyirəm. Bura bir ulduz çəkək yadda. Məsəl üçün, burada bizə bir, deməli, düz xətt parçası verilibdir. Deməli, bu düz xətt parçasına bura A yazaq, deməli, bura O yazaq, özür istəyirəm, bura A yazaq, bura O yazaq, burada bir B yazaq. Bizə indi sual verə bilərlər ki, A-dan O-ya, yəni A-dan O-ya gələndə və ya O-dan B-yə gedəndə cismin hansı kəmiyyətləri azalır, hansı kəmiyyətləri artır. Gəlin bunlara bir nəzər yetirək. Belə bir, deməli, cədvəl çəkək. Bu cədvəl içində, deməli, göstərək hər birini. Deməli, aha. İndi bu hissəni mən çəkdim. Bu hissəni də çəkək, 3 hissəyə ayıraq. Deməli, buradan da 3 hissəyə ayırıraq. Aha. Bu hissəni rəngləyək. İndi ilk öncədə kənar nöqtələr üçün, yəni A və B nöqtələri üçün bura yazaq. İkincisi isə O nöqtəsi, yəni tarazlıq nöqtəsi üçün yazaq. Birinci hissədə deməli yazaq maksimum, ikinci hissədə yazaq minimum. Aha, indi ilk cəhətdən baxacaq. A, B nöqtələrində nə maksimumda, O nöqtəsində nə maksimumda, buna baxacağıq. Aha, ilk öncəliklə A-B nöqtəsindən deməli başlamayaq, O nöqtəsindən başlayaq. O nöqtəsində fikir versəniz, nə maksimumdur? Yəni bizim görsəlimizdə nə maksimumdur? Baxın beləcə, məsəl üçün bir dənə yerlənçəkdir, siz burada durmusunuz. Bu yerlənçək içərisində siz ya belə gələ bilərsiniz, yəni gedib müəyyən bir period altında gedib gələ bilərsiniz, elə deyilmi? Bu periyod altında, məsələn, A-dan gəlir O-ya, tarazlıq mərkəzindən oradan durur və həmçinin gəlir bu B-yə. Bunu həmçinin mən belə də çəkib izah eləyə bilərəm. Deməli, buradan A-ya gəlir bu hissəyə, burada gəlir B-yə, bura A, deməli, bura B, burada O. Deməli, cisim burada normal durubdur. Deməli, yellənməyə başlayıb A-ya gəlir, oradan keçir, B-yə gəlir. B-dən keçir, yəni burada durur və O-dan keçir. Fikir verirsinizsə, bu A nöqtələrində cisim gəlir, yavaşlayır və durur. Yəni, sürət 0 olur. Deməli, bu A nöqtəsində, deməli, V bərabər 0 olur. Həmçinin B nöqtəsində V bərabər 0 olur. Deməli, bu hissəni də əgər gördüksə, o zaman demək ki, kənar nöqtələrdə, deməli, sürət 0 olur. Sürət daha sonra minimum olur. Həmçinin 0 olur və minimum olur. Yaxşı, biz sürətlə xarakterizə etdiyimiz başqa hansı kəmiyyətlər vardır? P bərabərdir mv, yəni kinetik enerji. Yaxşı, bəs mv kvadratı bölü 2 olmazmı? Yəni, impuls, üzr istəyirəm, deməli, P bərabərdir mv impuls, mv kvadratı bölünsün 2 isə y kinetik. Yəni, demək ki, A və B nöqtənin, kənar nöqtələrində sürət 0-dırsa, deməli, impuls da 0-dır.
O zaman deməli impulsu sıfırdır, kinetik enerji də sıfırdır, sürət də sıfırdır həmçinin. O zaman O nöqtəsində maksimum olan hansılardır? O nöqtəsinə burada, cisim burada durur, maksimum sürətlə keçdiyinə görə o zaman deyirik ki, A nöqtəsinə sıfırdırsa, buradan sürət yığır. Yəni maksimum sürətlə oradan keçir və B-də durur. O zaman deyirik ki, O nöqtəsində sürət, impuls və Y kinetik maksimum olur. Yaxşı, bəs AB nöqtələrində nə deməli maksimal qiyməti alır? Buna baxaq. O nöqtəsindən cismi həm A deməli, belə baxaq da, O nöqtəsinə cisim durur. Həm A nöqtəsinə gedə bilir, həm B nöqtəsinə gedə bilir. Yəni O-dan A-ya qədər olan məsafədə nə görürük ki, məsafə artır, yəni amplitud artır. Amplitudu biz x-lə işarə edək. Yəni amplitud artır, yol artır. Yol artırsa, yəni bura məsəl üçün mütləq uzanma da deyə bilərik. O zaman f bərabərdir deməli, üzr istəyirəm, f bərabərdir kx-dən. X artırsa, f necə? Avtomatik f də artacaq. Yaxşı, bəs f bərabərdir MA düsturundan, f artırsa A necə? A da artacaq. Yaxşı, bəs O nöqtəsində, bu nöqtədə Y kinetik maksimumdursa, bəs AB nöqtələrində maksimum olan Y kinetik nədir? Yəni, çünki V artıq deməli, sıfır olaq, AB nöqtələrində V sıfırdır, Y kinetik sıfırdır. Y kinetik sıfır olanda Y potensial maksimum olur. O zaman burada həmçinin AB nöqtələrində Y potensial da maksimum olur. Və O nöqtəsinə dedik ki, buranın əksi gələcək. Elə ki, belə fikirləşin, bununla bu eyni xarakterizə olunur. O zaman bura X, F, A və Y deməli potensial yazırıq. Bu da bizim əsas minimal cədvəlimiz. Bunları mütləq yadınızda saxlayın, çünki elektromaqnet dalğalarda da biz bunlardan istifadə edəcəyik. Aha. Keçsik deməli enerjinin saxlanma deməli qanunu ilə bağlı bir şey izah eləmək istəyirəm. Enerjinin saxlanma qanunu biz dedik ki, deməli əgər sistem o qapalı sistemdirsə, deməli Y tam bərabərdir Y kinetik plus Y potensial və də bu da bərabərdir konstanta. Bunu yazmışdıq. Hətta biz belə bir deməli bu qrafikdə çəkmişdik. Y kinetik məsəl üçün yazaq bura, burada Y potensial yazaq. Bu nöqtələrlə belə bir qrafik veriləndə bura məsəl üçün Y tam olurdu. Bu nöqtələrdə Y tam olurdu. Yəni buradakı verilən bu məsəl üçün burada bir nöqtə verək. Məsəl üçün Y nöqtəsi. Y nöqtəsində isə hər ikisini cəmləyərək deməli cismimizin ümumi tam sistem üçün deməli tam mexaniki enerjisini yazırdıq. Burada fərqli bir şey var ki, sadəcə məsəl üçün deməli bu test toplusunda var. Məsəl üçün deyir ki, P kvadrat bölünsün 2 müstəqilsin. Deməli, fx bölünsün 2. Bu ifadə nə ifadəsidir sualını verəndə siz heç vaxt özünüzü çaşdırmayın. İlk başta tələbələr də çaşdırırdı. Baxın, siz bu enerjinin tam saxlanma qanunu bilirsiniz də. Yaxşı, bəs bu P kvadrat bölünsün 2 bilirsiniz ki, kinetik enerji. Bəs fx bölünsün 2 nədir? Potensial enerjidir. Kinetik enerji ilə potensial enerjinin cəmi nəyə bərabərdir? Y tam enerjiyə. Yəni, burada çətin məsələ yoxdur. Yəni, bu Y tam enerjiyə bərabərdir. Burada çətin bir şey yoxdur. Bunu da heç vaxt unutmayın. Keçək ikinci başlığımıza, yəni tənlik və o qrafiklər. Tənlik və qrafiklər. Aha, indi bu hissəyə keçəndə biz bir şeyi qeyd eləməliyik. Mexaniki rəqslər zamanı 3 əsas deməli 3 əsas kəmiyyətdən burada xarakterizə olunur. Və bu kəmiyyətlər həm kosinus, həm də sinus deməli o qanunu ilə dəyişir. Deməli, bunlar hansılardır? Birinci, hətta A yazaq belə, A yazaq. Deməli, birinci koordinat. İkinci, yəni B, sürət. Üçüncü, təcil. İlk hissəsinə baxaq. A koordinat. Markerimizi rəngi dəyişək. Deməli, A oldu koordinat. Aha. İndi, burada ilk hissədə deməli görəcəyimiz kimi
koordinat x bərabərdir, deməli, a kosinus omega t. Aha. Biz əgər ki, məsələn, zamanın 0-cı anındakı olan koordinatı hesablayarsaq, yəni t bərabərdir 0 olan anında, o zaman bu hissə getdi 0-a və x bərabər oldu a-ya. Yəni cismin amplitudu həmin o cismin koordinatına bərabərdir. Və fikir verirsə, amplitud necə demişdik? Bura məsəl üçün bura a olsun, bura b olsun, bura da o olsun da. Cismin tarazlıq nöqtəsindən maksimum uzaqlaşdığı nöqtəyə biz nə demişdik? Amplitud demişdik. Amplitud cismin maksimum uzaqlaşdığı getdiyi yola bərabərdirsə, o zaman biz a-ya bərabər olacaq x maksimum, yəni koordinatın maksimum qiyməti bərabər olacaq. O zaman x bərabərdir x maksimum kosinus omega t. Bu bizim deməli bir başqa düsturumuz olacaq. Aha, indi keçək deməli ikinciyə, yəni sürət qrafikinə. Sürət hissəsinə baxanda deməli belə bir incə nüans olacaq. B sürət. Aha. Sürətdə deməli belə xarakterizə olunur ki, sürət deməli bərabər olur x-in törəməsinə. Və x-in törəməsini biz alarsak, deməli biz nə yazmışıq? X bərabərdir a vurulsun kosinus omega t. Bunun deməli ilk öncə törəməsini alarsak, deməli bu o kosinusun daha doğrusu törəməsi mənfi olur. A gəlir qabağa. Deməli bu kosinus omega t-dən də bir var, deməli kosinus omega t, bir də var omega t-nin özü bir deməli sabit kimi baxır. O zaman kosinus deməli a omega sinus omega t. Bu qədər. Deməli buna deyirlər sürət qrafiki. Yəni v bərabərdir mənfi a omega sinus sinusu mən nə sim kimi yazıram? Sinus omega t. Bu da bizim bir başqa deməli qrafik düsturumuz olacaq. İndi gəlin burada bəzi nüanslara baxaq. Məsəl üçün biz bilirik ki, v maksimum çevre zərbə sürətli hərəkətləri özümüzə təkrarlayaq. A omegadır. O zaman, yəni a-ya biz x maksimum demişdiksə, o zaman x maksimum omega olacaq. O da bərabərdir a omega nə? 2 pi böl t olacaq və ya deməli a vurulsun 2 pi nu olacaq. O zaman gətirib burada bu düsturda əvəzləsək, bu hissədə əvəzləsək, olacaq deməli v bərabərdir mənfi v maksimum sinus omega t. Və deməli bunun bu göstəriş deməli qrafikini çəkək. Deməli v-nin t-dən asılı qrafiki mənfidən başlayacaq və 0-dan olacaq. Bu arada x-in qrafikini çəkməmişdim, üzrü sayın. Bunu da buradan çəkək. X-in qrafiki isə belə olacaq. Deməli x-in t-dən qrafiki deməli müsbətdən başlayacaq. Deməli bu hissəyə də bir mənfi a deyək, bu hissəyə də a deyək. Deməli yol 1, 2, 3, 4 qrafiki bizə pisətdim. Bu hissə bir perioda bərabər. Yəni bu 4 amplituda, 1 amplitud. Deməli 2 amplitud, 3 amplitud, 4 amplitud. Biraz da pis çəkdim qrafiki yer yoxdur deyə, amma buradan artıq məntiqi tutmanız sizə qalıbdır. Keçək üçüncüyə. Üçüncü təcil. Deməli. Bir saniyə. Aha. Keçək üçüncüsü təcil. Deməli C təcil. Təcil biz belə yazırıq. A bərabərdir v-nin törəməsi və ya x üstü 2 deməli diferensial. Biz bunları daha çox əzbərləmirik. Belə bir-birinin içərisindən çıxartmaya yadınızda saxlasanız bir ömür yadınızda qalır. Həm də həm qrafiklər çıxartmaqda rahatçıl olar, həm də düsturlar çıxartmaqda sizə rahat olar. O zaman A deməli bərabərdir mənfi A. Deməli yenə bu v-nin törəməsini alacaq. O zaman olacaq a omega kvadratı kosinus omega t.
Və ya biz belə düsturlar da bilirik. Çevrə zəvər və sürət hərəkəti A vursun omega kvadratı. Bu A-yı biz bildikdə A-yı ya x kimi yadda saxlaya bilərsiniz, ya da ki R kimi. Çünki biz A bərabərdir. Deməli omega kvadrat R kimi yazırıq elə deyil mi? Buradakı R elə bir ki radius kimidir. Yəni mərkəzdən ən çox, mərkəzdən ən uzaq getdiyi məsafə radiusdur. Burada isə amplituddur. Yəni elə bir nəzəriyyə yadda saxlaya bilərsiniz. Vm deməli vurulsun omega olacaq və buradan da deməli A maksimum bərabərdir mənfi A deməli maksimum kosinus omega t. Burada maksimum yazmışıq, bunu yazmaya ehtiyac yoxdur. Aha. İndi burada bizdə məsəl üçün bu qayda kitablarında deyilir ki, təcil qrafiklər, sürət qrafiklərini pi bölünsün 2 qədər öndəliyir. Gəlin buna bir misal yazaq və görək ki, həqiqətən də bu nə olan şeydir. Yəni 3 qrafik aralarında pi bölünsün 2 qədər fərq olduğunu deyir. Bu x-in t'dən olsun. Bu v-nin t'dən olsun. Ardıcılıqla yazdığımız üçün ardıcılıqla da çəkmək istəyirəm. Bu da a-nın deməli t'dən olsun. Aha. Deməli, v-yə görə, məsəl üçün, v-yə bizdə deməli, belə veribdir. Belə bir qrafik verib. Deyib ki, həm x-də, həm də a-dakı deməli, bu qrafikləri çəkin. Biz əgər bu qrafikləri çəkməyə, deməli, başlayarsaq, aralarında pi bölünsün 2 qədər fərqlənəcək. Yəni, bunun, məsəl üçün, bu qrafiki biraz pis çəkmişəm. Belə olsun, məsəl üçün, bu hissəsi gəlsin. Bunun, deməli, pi bölünsün 2 haradır, 90 dərəcə haradır, bu hissədir. Bu hissə hansı tərəfdən başlayır? Müəyyən bir deməli qiymətdən başlayır. O zaman, yəni 0 istiqamətə, yəni 0-dan deməli belə olacaq. Yaxşı, bəs burada pi bölünsün 2 üstünə gəldik. Pi bölünsün 2 üstünə gəldi. Burada isə deməli pi bölünsün 2 qədər çıxacağıq. Yəni önə gələcəyik. Yəni cismi biz hardan çəkmişik? Buradan çəkmişdik. Amma deməli bu hissədən çəkmişdik. Elə bir ki belə çəkmişdik qrafik, amma bu hissəni də uzadacağıq. Gələcək 0-a. 0 nöqtəsində isə qrafik belə olacaq. Yəni aralarında həqiqətən də yəni x-dən bunu keçəndə üstdən pi bölünsün 2 gəlir, buradan buraya keçəndə üstdən pi bölünsün 2 gəlir, çıxanda isə deməli pi bölünsün 2 qədər çıxırıq, çıxanda isə burada da pi bölünsün 2 qədər çıxırıq deməli. Burada qoyaq. Aha, bu hissədə deməli nəzərimizdən keçdi. İndi bunu gəlin istəyirsinizsə bir ümumiləşdirək. Deməli, ümumiləşdirməmizi yazaq. Aha, ümumiləşdirmədə x-dən deməli keçdik v-yə, v-dən də keçdik a-ya. İndi x-dən deməli v-yə keçərkən deməli gördük ki, həm çevrə öz hərəkətdən, həm də ki düz xətt parçası üzərindən gördük ki, cisimlər aralarında həm də bu qrafiklərdə pi bölünsün 2 qədər fərqlənir. V də A-dan həmçinin pi bölünsün 2 qədər qrafiklərdə fərqlənir. O zaman x-dən A-ya keçid üçün plus pi yaza bilərəmmi? 90 dərəcə bu, 90 dərəcə bu. Bəli. Və x-dən v-yə keçəndə gördünüz ki, tərəmədə birində a kosinus oldu, birində a omega deməli sinus oldu, birində a omega kvadrat. Yəni omega qədər fərqləndi hamısı bir-birindən. O zaman deyir ki, x-dən v-yə keçəndə omegaya vururuq, v-dən a-ya keçəndə yenə omegaya vururuq. Ortaq nəzəriyyə x-dən a-ya keçəndə omeganın deməli kvadratına vururuq. Yəni x-dən a-ya keçəndə omega kvadratına və-ya vururuq həmin bu qrafiki, ya da ki pi qədər üzərinə bucaq gəlirik. Üçüncü başlığımıza keçək. Rezonans. Üzr istəyirəm, rezonans o sonraki başlıqdır. Rəqqaslar. Rezonans birazcık həngəməli bir şeydir, amma sizə düşən hissəsi çox kiçik bir hissədir. Yəni uşaqlarını Allah oradan gətirib rezonans hissəsinə keçəndə bunu anladacam. Narahat olmayın. Rəqqaslar 2 yerə bölünür. Birinci rəqqasımız deməli riyazi rəqqas.
Riyazi rəqqas belədir. Baxın, məsəl üçün buradan bir M kütləli bir cisim asmışıq. Bu cismin asıldığı yayın uzunluğu məsələn bir L deyək və bunu J ağırlıq qüvvəsi aşağı doğru çəkir. O zaman deməli T bərabərdir 2 pi kök altında L bölünsün J düsturumuzu yazacağıq. Yaxşı, gəlin mən bu düsturu bir yığım. Omega nəyə bərabərdir? Omega bərabərdir 2 pi bölünsün T, elə deyilmi? Yaxşı, mən buradan T-ni tapsam 2 pi bölünsün omega alınmırmı? Yəni, buradan mən görürəm ki, 2 pi vurulsun 1 bölünsün omega. Deməli, burada 1 bölünsün omega L bölü J-dir. O zaman mən buradan bir eyniləşmə deməli, mən o zaman burada bir eyniləşmə alıram ki, deməli, yəni əgər ki, deməli 1 bölünsün omega bərabərdir kök altında L bölünsün J isə, o zaman omega da bərabərdir kök altında J bölünsün L olacaq. O zaman düsturumuzu yazarsaq, deməli omega bərabərdir kök altında J bölünsün L olacaq. Biraz pis etdim, üzrü sayın. L. Aha. Sonra buradan nu üçün yaza bilərik. Nu'da biraz fərqlilik var. Nu'da 1 bölünsün 2 pi vurulsun. Deməli, kök altında bu necə olacaq? Omega nəyə bərabərdir? 2 pi n. N də bərabərdir. Omega bölünsün 2 pi. Düzdürmü? Yəni, omeganın özü gələcək. J bölünsün L olacaq. Həmçinin burada bu qrafikləri də deməli, ilk öncəliklə çəkək. Deməli, birinci qrafikimiz deməli periodun kütlədən asıldığı həm period, həm də tezlik deməli kütlədən asılı deyil. Sonra deməli period uzunluqdan görürük ki, deməli kök asılıdır. Tezlik isə uzunluqdan görürük ki, tərs asılıdır. Sonra period şeydən görürük ki, deməli tərs asılıdır. Burada isə deməli tezlik J-dən kök asılıdır. Tamam. Və burada bir hissəni də nəzərinizə çatdırım ki, riyazi rəqqasda belə bir periodun hündürlüklə olan əlaqəsini işarə edən bir düstur var. Hətta mən sizə o şeyi isbatlayayım. Ondan sonra bunu yazım. Belə çünki yazsam düzgün olmaz. Deməli, keçək bir isbata. Maraqlı bir isbat. Hər mövzumuzda fix bir isbatımız olur. Bu mövzunu da belə deməli isbatsız buraxmayaq. Deməli, riyazi rəqqasının periodu nəyə bərabərdir? 2 pi kök altında L bölünsün J, düzdürmü? Biz yaxşı, ağırlıq qüvvəsində J bərabərdir. M kütləli bir planetin sərbəst düşməsi nəyə bərabərdir? J, M bölünsün R plus H-ın kvadratı, düzdürmü? Yaxşı, mən bura gətirib J-ni yerinə qoyarsam, 2 pi deməli kök altında deməli L bölünsün J, M bölünsün R plus H-ın deməli olacaq kvadratı. Kökü uzadaq. Aha. Bu R plus H-ı yuxarı qaldırıb və bu kökdən çölə çıxarsaq, o zaman düsturumuz yeni bir hala alacaq. Deməli, bu hala alacaq ki, 2 pi vurulsun R plus H vurulsun, deməli, kök altında L bölünsün J, M-ə. Bu da bizim bir yeni düsturumuz. Məsələn, verə bilər ki, H bərabərdir 3R hündürlüyündə olan cismin, məsəl üçün, tezliyi, məsəl üçün, uzunluqdan necə asılıdır və s. Belə suallar çox düşə bilər. Və həmçinin bu qrafik üçün təlimimizi çəkərsək, deməli, T-nin H-da olan qrafikində T müəyyən bir qiymətdən başlayacaq. Yəni, T0 qiymətindən başlayacaq. Aha, sonra keçirik yaylı rəqqasa. İkinci olan yaylı rəqqas. Deməli, B yaylı rəqqas. Yaylı rəqqas. Aha. Yaylı rəqqas hissəsində bir şey nəzərinizdən çıxartmıyorum ki, məsələn, yenə eyni dayanaqdır. Sadəcə fərq nədir? Bu yay üzərində olacaq. Bura bir M kütləli cisim yazaq. Deməli, burada bu uzanmasına bir K deyək.
omega bərabərdir kök altında k bölünsün m olacaq. Və həmçinin t də bərabərdir 2 pi. Burada 1 bölünsün omega olduğundan deməli m bölünsün k olacaq. New'də isə heç bir fərqi yoxdur. New öz deməli kefinə gedən biridir. Ona görə də k bölünsün m olaraqdan yazılacaq. Həmçinin burada bu qrafikləri də deməli çəkərsək, deməli t və new'dən, new'ünü qarşılaşdırmaq üçün yazaq. Hər ikisi m-dən. Deməli baxırıq ki, t m-dən kök altı asılıdır, new m-dən tərs asılıdır. Sonra deməli t k-dan və deməli t üzr istəyirəm, t yox, new. New deməli k-dan, new k-dan deməli kök altı asılıdır, t isə k-dan tərs asılıdır. Keçək dördüncü başlığımız belə samballı mövzulardan biri olan rezonans hadisəsi. Rezonans hadisəsi iki hissəsi var rezonans hadisəsinin. Bir, mexaniki rəqslərdə öyrəndiyimiz rezonans hadisəsi. Bir də var, deməli, o atom və nüvə fizikasında öyrəndiyimiz deməli rezonans hadisəsi. Deməli, bunlar arasındakı fərq nədir? İlk öncələ baxaq. Bəzi tələbələr bu atom və nüvə fizikasına gələndə burada da rezonans görürlər. Hal-hazırda keçdiyimiz deməli mexaniki rəqslərdə də rezonansı görürlər və bir-birlərinə səhv salırlar. Deyirlər ki, müəllim kitab mı səhv yazılıb bu? Niyə buradakı rezonans burada da var? Rezonans xeyr uşaqlar, kitab səhv deyil. Rezonans iki müxtəlif hissədən ibarətdir. İki müxtəlif rezonans var. Birincisi bu, indi danışacağımız şey. İkincisi isə atom və nüvə fizikasına aid olan rezonans. İlk öncəliklə onu deyim. Atom və nüvə fizikasına rezonans necədir bilirsiniz? Məsəl üçün əlimizə almışıq bir dənə kağızı A4-ü. A4-ü məsəl üçün sıxdıq, buruşdurduq, elədik bir top. Onu təzədən açıb əvvəlki vəziyyətinə qaytara bilirikmi? Məsəl üçün üstünə kitab da qoyuruq. 2-3 gün məsəl üçün kitab üstündə durur və əvvəlki vəziyyətinə düz durur. Buna deyirlər rezonansını deməli təmin edə bilən cisimlər. Yəni öz əvvəlki hallarına gələ bilən cisimlər. Və məsəl üçün 100 səhifəlik bir dənə kitabdır. Kitabı siz məsəl üçün nə idi, bükę bilərsinizmi? Xeyr. Lap büktüz deyək ki, əvvəlki halını ala bilərsinizmi? Xeyr. Kitab çünki müəyyən bir rezonans fərqliliyi var. Yəni oradakı atomların hərəkət düzümlülüyü var. Xaotik hərəkət düzümlülüyü də ola bilər. Atom deməli düzümlü miqyaslı da ola bilər. Atom çevirməsi o da ola bilər. Yəni verilən cismin materialından da asılıdır bu əslində. Amma bir hissədar olaraq deyirik ki, nüansda qeyd edilir ki, bir kağızı rezonansını əvvəlki vəziyyətdən gətirməklə, yəni kağızı deməli əlimizə bükdü, əvvəlki halına gətirə bilər, amma kitabı bükę bilməli. Məsəl üçün test toplusunu aldıq. Test toplusu 200-300 səhifə. Bir kitab da onu məsələn bükmək üçün ortadan ikiyə falan parçalamaq lazım. Ortadan ikiyə parçaladıq, yaxşı, əvvəlki necə gətirəcəyik? Hə, yaxşı. Skotsan və ya yapışqanla yapışdırdıq. Yaxşı, kitab oxuyanda bir də gördük, kitabın yarısı düşdü əlimizin içinə. Yəni buradakı rezonans bu rezonansı ifadə edir. Bir də var fərqli bir rezonans. Bu, yəni cisimlərin əvvəlki hala, əgər ki, cisimlər müəyyən bir deformasiya elətdirib, sonra əvvəlki halını qaytara bilirsə, buna rezonans deyilir. Yəni mən bunu çox sadə bir dillə anlattım. Daha böyük incəlilər də var. Ona da inşallah atom və nüvə fizikasında mövzu izahında görəcəksiniz. Mexaniki rəqslərdə öyrəndiyimiz rezonans hadisəsi necədir? Yenə bir dənə məsəl üçün yelləncə çəkək. Burada məsəl üçün hər hansısa bir kimsə burada durubdur. Məsəl üçün iki dostdur. Və o dostlardan birisi də burada durubdur. Aha. Deməli, həmin bu dostunu arxadan kömək eləyərək, yəni arxadan bir güc deməli tətbiq eləyərək yellənməyə başlayır.
başlayır və müəyyən bir artıq period alır və artıq bu periodda müəyyən bir hissəyə qədər çıxa bilir. B deyək. Deməli, yuxarı çıxmazdan öncəki hala da biz bu hala da deməli bir O deyək. Burada bir O deyək. Və həmçinin gəlib onun əks istiqamətinə müəyyən bir maksimum A qiymətini də ala bilərik. Biz də burada həmin dostumuzu yerləyirik deyək. Deməli, biz buradan nə qədər də güc deməli tətbiq etsək də görürük ki, bu B nöqtəsində dayanacaq və həmçinin qaydanda da bu A nöqtəsinə dayanacaq və biz A nöqtəsinə itələyərək gəlirik B nöqtəsinə. Və fikir verirsinizsə, bizim həmin bu yerləncəyə vurma müddətimiz bu yerləncəkdə olan dostumuzun, deməli dostumuzun bura A idi, bu arada üzr istəyirəm. Bura O nöqtəsidir. Deməli, bizim yerləncəyə vurma müddətimiz bizim yerləncəkdə olan dostumuzun A-dan B-yə qədər olan məsafəyə görə təyin edilir. Yəni, məsəl üçün, biz dostumuzu, məsələn, T bərabərdir 3. Hər 3 saniyə bir intervalında arxadan güc tətbiq edirik ki, o deməli, yerlənsin. O zaman həmin bu bizim dostumuz da bizim itələdiyimiz bu A nöqtəsindən B nöqtəsinə qədər gedib gəlməyə də o zaman T0 bərabərdir 3 nöqtəsi, demək 3 saniyəsində eləyəcək. Yəni 3 saniyə biz eləyirik, 3 saniyədə dostumuz gedib gəlir. Yəni bizim periodumuz davamlı olaraq 3 saniyə olacaq. Və bu həmin bu yerləncəkdə olan dostumuzun bizim sayəmizdə özündə yaratdığı məxsusi rezonans olur. Məxsusi rezonans. Və bizim bu dostumuzu öz məxsusi rezonansını deməli əldə etməsi üçün tətbiq etdiyimiz güc isə buna deyirlər məcburi rezonans. O zaman deyirlər ki, əgər məxsusi rezonans məcburi rezonansa bərabərdirsə, bu rezonans hadisəsidir. Daha sonra məcburi rezonans, məxsusi rezonans demirlər. Mən sadəcə belə dedim ki, daha sadə bir yol olsun və ya deyirlər, məxsusi fıkralar bərabərdir məcburi fıkralar və ya məcburi aldığımız, məsəl üçün, belə bir qrafik çəkək. Qrafik üzərindən yaxşı anladım, çünki belə anlatmaqla izah eləmək belə çətin olur. Hər tələbə anlamaya bilər. Məsələn, bu nöqtəsidir. Bu nöqtəsi bizə taracıq nöqtəsi kimi verək. Deməli, məxsusi, həmin bu məxsusi, deməli, bucaq sürəti, məxsusi bu tezlik və məxsusi period əgər ki, bizim həm məcburi həm məcburi deməli bucaq sürətinə, həm məcburi tezimizə, həm məcburi periodumuza bərabərdirsə, buna deyirlər rezonans hadisəsi. Yəni bu hissəyə deyirik məxsusi tərəf, bu hissəyə də deyirik məcburi tərəf. Yəni mən sadəcə bunu integral kimi göstərmək istədim. İntegralda məsəl üçün necə deyirik ki, müəyyən bir AB parçası və bu AB parçası içərisindəki verilmiş nöqtələr içərisindəki sıxlaşdırma dərəcələri A-dan sıxılma alt integral, B-dən sıxılma yəni B-dən sıxılma üst integral. Ortada da həmin bu deməli bu qrafiklərin deməli çox kiçik minimal qiymətlərinə alt integralın üst integrala bərabər olması deməli integrala bərabərdir. Yəni burada da mən biraz integral məntiqi ilə getdim. Məcburi rezonansı, məxsusi rezonansı ki, yaxşı anlamaq üçün, amma heç vaxt bunu işlətməyin. Yəni məxsusi rezonans bərabər məcburi rezonans. Yəni burada belə çıxır ki, demək ki, məxsusi rezonans sözü demək ki, əvvəldən, yəni biz müəyyən bir rezonans almışıq və bizim xüsusi bir tip rezonansımız məxsusidir və həmin də biz bu yerləncəyi eləyən zamanda bizim də bir rezonansımız olubdur və bu özəl olaraq bizdə də məcburi rezonans olubdur. Yəni o düzgün deyil. İntegral söhbəti səhv salmayacaq. Yəni mövzu bu qədər. Mexaniki rəqslərə keçdik. Bir də var mexaniki dalğalar və səs dalğaları. Bunu da gələn dərs buna ayrıca bir mövzu kimi toxunmaq istədim. Çünki hər ikisini üst-üstə keçmək mənə görə düzgün deyil. Çünki mən həmişə tələbələrimə ikisini də ayrı-ayrı keçirəm ki, çünki
o ayrı bir mövzudur, bu ayrı mövzudur, amma ikisi də bir-birlə əlaqəlidir. Ümid edirəm mövzu üzərində sizə deməli şübhəli qalan bir nüans deməli yoxdur. Ümid edirəm aydınladıcı bir video olmuşdur. Nəsə də bir sualınız olsa mütləq şərh bölümlərində qeyd eləyin. Əlimizdən gəldiyi qədər aktiv və produktlıq şərti çərçivəsində istədiyiniz hər nüansı sizə köməklik edəcəyik. İmtahan az qalıb, özünüzə inanın, az qaldı. Ümid edirəm hər biriniz deməli tələbə adını deməli qazanmaya nail olasınız. Ümid edirəm hər biriniz istədiyiniz nəticələri əldə edəsiniz. Sağ olun uşaqlar, hər birinizə uğurlar.